15-ci xalq adından seçilmiş xalq düşməni Ülvi Quliyev Ülvi Zahidoğlu 17 sentyabr 1966-cı ildə Bakıda doğulub deyirlər güya, amma onun dədəsi Qubadlıdır. Qubadlıların dili desək, Qubadlı da anadan olub və Ülvi Quliyev də bu Dələduz da onun oğludur. Deməli, Tibb Universitetini, sonra da Bakı Dövlət Universitetini bitirib, idmançı və atlet və siyasətçi. Milli Məclisin 3, 4, 5, 6 və 7-ci çağırış deputatıdır. Deməli, bu üçüncü məsələ də deməli İlham Əliyevdən başlayır da bilirsiniz. Birinci, ikinci Heydər Əliyev vaxtında görünür bunun o qədər də yaxın buraxmırlarmış. Gənclər və İdman Naziri, Səhiyyə Komitəsinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidenti, Karate İdman növü üzrə 8-ci qara kəmər sahibi. 8-ci dan. Həyatı Ülvi Quliyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində Professor Zahid Quliyevin ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhər Nəsimi rayon 9 saylı orta məktəbi bitirmişdi. 1983-88-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılıq Fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini bitirmişdi. Rus və İngilis dillərini bilir. Yəni bu 98-2002-ci illərdə Bakı Dövlət deməli Universitetindən Misir Mərdanovdan görünür pulunu verib diplom alıb. Həmən bu Ülvi Quliyev. Deməli, idman fəaliyyəti, karate idman növü üzrə 8-ci dan qara kəmər sahibi, karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Respublikasının əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Azərbaycan Respublikasının prezidentinin 2008-ci il 5 mart tarixli sərəncamı ilə əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına layiq görülüb. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Karate-Do Federasiyasının prezidenti, 1997-ci ildən 2023-cü ilə qədər Azərbaycan Karate-Do Federasiyaları Asosiasiyasının prezidenti olmuş, 2023-cü ildən isə Azərbaycan Karate-Do Federasiyaları Asosiasiyasının hüquqi varisi, təsəvvür edin. Azərbaycan Karate Federasiyasının prezidentidir. Eyni zamanda Dünya Karate Federasiyasının üzvüdür. Rafael Ağayev təsəvvür edin. Bu bir dəfə dünya çempionu olub. Rafael görün, buna baxın, ona baxın. İctimai siyasi fəaliyyəti ilə bağlı 1988-ci ildə aptekdə baş provizor, aptek müdürü işləmişdi. 2002-ci ildən Dövlət Kömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildən Kömrükçü İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini, Kömrük Xidməti Polkovnik Leytenantı vəzifələrində çalışmışdı. 2005-ci ildən 21 saylı Nəsimi 1-ci seçki dairəsindən təsəvvür edin. 3-cü çağırış Hüquq, Siyasət və Dövlət Quruculuğu Komitəsinin üzvü. 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən deməli 4-cü çağırış Hüquq, Siyasət və Dövlət Quruculuğu Komitəsinin üzvü. 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsinin 5-ci çağırış deputatı seçilib və Gənclər və İdman Komitəsinin sədri müavini vəzifəsində çalışıb. 2018-ci ildə Gənclər və İdman Komitəsinin sədri seçilmişdi. 2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən 6-cı çağırış Gənclər və İdman Komitəsinin Səhiyyə Komitəsinin üzvü deputatı seçilmişdi. Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin iki tərəfli əməkdaşlıq üzvü, Parlamentlərarası Komissiyasının üzvü, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qrupunun üzvüdür. Bəli dostlar, mən indi sizə həmən bu Dələduz Ülvi Quliyevin haqqında təsəvvür edeyim. Bunun da deyək ki, deputat kimi
25 ildir parlamentdə oturub, İlham Əliyev bunu iştata götürüb. Bunun ən çox deyək ki, parlamentə düşməsi Mehribanın bacısı deyək ki, Nərgiz Paşayev ilə bağlı məsələdir. Yəni, onların haqqında olan o ilginc məlumatla bağlıdır. Sadəcə olaraq mən bu Ülvi Quliyevlə bağlı onun oğlu 2 dənə balaca sujet, hardasa 1-2 dəqiqə, yarım 3 dəqiqəlik bir sujetdir. Onu göstərim, bununla da qutarsın. Amma Ülvi Quliyev, həmən bu dələduz, bu da deyəsən Kürd oğludur. Yəni, əslən, mən bilən, yəni, düzdür, bu yerlərdə bir şey yazılmıyor, amma adını açıqlayıb. Böyük Britaniyanın müvafiq qurumları tərəfindən açıqlanan məlumatlarda Uganda Limited şirkətinin 2018-ci ildə heç bir öhdəliyi olmadığı halda son bir ildə şirkətin öhdəliyi kəskin şəkildə artaraq 2019-cu ilin sonunda 1.028.005 funt sterlinqə, yəni təxminən 2,1 milyon manat yüksəlib. Məlumat üçün bildirək ki, Uganda Limited şirkəti 28 avqust 2007-ci ildə İngiltərədə qeydiyyatdan keçib. Hazırda isə Londonda qeydiyyatda olan və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən Uganda Limited şirkətinin direktoru millət vəkili Ülvi Quliyevin 31 yaşlı oğlu Orxan Quluzadədir. İkinci Qarabağ savaşı 44 günlük vətən müharibəsi ərəfəsində bəzi tanınmışların, məmurların övladları öz keyflərində, biznesləri ilə məşğul olub, orduya heç bir dəstək olmadılar. Bunlardan da biri millət vəkili Ülvi Quliyevin oğludur ki, adı ordumuza dəstək olan məmur övladları sırasında çəkilmədi, yəni heç səsi belə çıxmadı. Jurnalist Cavanşir Həsənli özünün Facebook profilində Milli Məclisin deputatı Ülvi Quliyevin oğlunun bu günlərdə Londonda 600.000 funt sterlinqə, yəni 1.300.000 manata yeni mənzil almasına dair xəbər və alqı-satqı sənədlərinin fotolarını yerləşdirib. Jurnalist Cavanşir Həsənli öz paylaşımında yazır, stat, ölkədə pandemiya ilə əlaqədar karantin rejiminin davam etdiyi vaxtda Londonda 600.000 funt sterlinqə ev alan şəxsin kimliyini maraq edirsiniz. Həmin şəxs Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadədir. Statın sonu. Deputatın oğlu bu yaxınlarda İngiltərə paytaxtında Avenue Road 32 N12 8PY-dəki evi almaq üçün 06 35 33 06 0009 saylı alqı-satqın müqaviləsi imzalayıb və iyulun 3-də müqavilənin şərtlərinə əsasən 600.000 funt sterling vəsait Yugano Ltd vasitəsilə Hampshire Trust Bank PLC üzərindən ödənilib. Bu ev Ülvi Quliyevin oğlunun Londonda aldığı sadəcə 5-ci evdir. Orxan Quluzadə bundan əvvəl Londonda daha 4 mənzil alıb. London Squares Lane 124, 565.000 funt sterling. London Selling Court Road 149, 425.000 funt sterling. London Selling Court Road 151, yarım milyon funt sterling. London yaxınlığında Barnet Maze Lane 20, 750.000 funt sterling. Ülvi Quliyevin oğlu Yugano Ltd-ni 2009-cu ildə Londonda təsis edib. Şirkət ötən ilin iyul ayınadək Guano Ltd adı ilə fəaliyyət göstərib. 2019-cu il maliyyə hesabatına görə şirkətin aktivləri 1 milyon funt sterling, yəni 1 milyon 200 dollar civarında olub. Orxan Quluzadə bu ilin əvvəlində Londonda ikinci şirkətini Marketing Soul Project Ltd-ni təsis edib. Atası Ülvi Quliyev dərman biznesi ilə məşğuldur. Loğman Farm tip şirkəti də Orxan Quluzadənin adına qeydiyyatdan keçib. Bax, belə dostlar, 15-ci xalq adından seçilmiş xalq düşməni Ülvi Quliyev. Yəni, bu qədər bəsit və son olaraq onu da deyim ki, dostlar, ümumiyyətlə deyəsən İlham Əliyev və onun bandasının arasında belə bir, deyək ki, gizli tapşırıq var. Görünür, İlham Əliyev bu deputatların hamısına, yəni özünün deyək ki, vəzifə kimi verdiyi deputatların hamısına tapşırıb ki, özümüzə xaricdə, deyək ki, Londonda və yaxud da müxtəlif o ölkələrdə ki, bu ölkələrdə İlham Əliyevin də daşınmaz əmlakla bağlı çoxlu evləri var. Alıb ki, görünür, bunlar sabahları dara düşəndə hamısı qaçıb orada yeni bir muxtar respublika yaratmaq istəyirlər. Allah öz fikirlərindən özlərinə xeyir versin. Amma nadandırlar, bilmirlər ki,
İngilislər o qədər də axmaq deyil. Yəni bunlar həmən bu Ülvi Quliyevində, Cavanşir Feyziyevində, İlham Əliyevində sabah lazım olanda hakimiyyətdən gedəndən sonra çox rahatlıqla həmən bu daşınmaz əmlaklarına da bu bankda olan sərvətlərinə də əl qoya biləcəklər, inanın mənə.